Hə, ay ana. Gəlmək olar. Niyə olmur, gəl. Sabahın xeyir oğlum. Sabahın xeyri, ana. Kimlə danışırdın? Heç uşaqlar idi. Nəyə gülürsən? Sənə şad xəbərim var. Səhər-səhər atayla söhbət elədik. Dedi, çox fikirləşdim, qəti qərarımdır. Sənə elçi gedirik. Azər müəllimgilə. Sən nə danışdın, ay ana? Nə danışacağım, ey oğlum? Bugün sabah 27 yaşın olacaq, evlənməlisən də. Başa düşürəm, amma da kimlə gəldi yox da. Biz bu söhbəti danışdıq axı. Danışdığımız söhbət alınmadı da, bir də təkrar niyə danışaq axı? Ay ana. Mən heç o qızı düzəlməli də tanımıram. Biz də evlənəndə atanla bir-birimizi tanımırdıq. Bax, indi xoşbəxtik. Sənin kimi gözəl oğlumuz var. Sən mənə doluyursan, ha? O nə sözü danışırsan? Dolamağa qalsa elə sən bizi doluyursan. Getdik də sən istəyən qapıya getmədik. Elçilikdə o boyda biabırçılıq oldu. Utanmırsan sən təzədən o qızın dalıca gedirsən.